Gündəlik həyatında zövq aldığın şeyləri ruhən, emosional olaraq və chemistry olaraq, kimya olaraq uyğunlaşdığın bir adamla paylaşanda mən həmişə ona bildirirəm ki, bu daha ləzzətli olur. Zaten ondan mən zövq alıram. Zaten mən həyatımdan məmnunam və şükran içindəyəm. Amma onu mənimlə eyni frekansda olan qarşı cinslə və yaxud da ki, eyni cinslə də indi yəni artıq toleranslı cəmiyyəti paylaşanda o daha ləzzətli olur. Yəni artırır onun. Amma o da demək deyil ki, ay yox, mən özümlə bütün içimizdə mən özümlə bütünəm, mənim heç kim. Xeyr, insan sosial varlıqdır. İnsanın nəfəsə ehtiyacı var. Və bayaq da sizin olsa deyirəm ki, balans. Niyə görə? Çünki cəmiyyət və dünya yeni dalğa qadınlara o qədər fokus oldu ki, yazıq kişiləri düşünən olmadı ki, yaxşı, sənin yaratmaq istədiyin bu yeni inancda, bu yeni proqramda bu kişinin funksiyası necə? Axı onları da biz confuse elədik.